Şəhid Qasımov Şəhriyar Vəziroğlu'nun mövludu ilə əlaqədar ailəsi və Mesenat Xeyriyyə Cəmiyyəti Nur Uşaq Evində ehsan süfrəsi açdılar. 30 yaşlı qəhrəmanımızın anası İlhamə ana hər şeyi dəqiqliklə düşünmüşdür. Gedişatda iştirak edən bütün insanlar ən yaxşı nə etmək mümkündürsə onu edirdi. Yetər ki, körpə balalarımızın üzü gülsün, əhvalları isə xoş olsun. Bu işdə mesenatçılar Tahir müəllim və könüllümüz Dilara xanımın dəstəyi əvəzsiz idi. Uşaqlar çox sevincli idi, çünki onlara qayğı var idi. İlhamə anamızın bu ehsan təşəbbüsünü hər kəs çox bəyəndi. Həm uşaqlar çox sevindi, həm də hər birimiz böyük bir savabın iştirakçısı olduq. Şəhidlərimiz müstəqilliyimiz, azadlığımız, huzurumuz və xoşbəxtçiliyimizdir. Bu gözəllikləri bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirik.